Salam, hər vaxtınız xeyir. Coğrafiya güvən test toplusu üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 61. Sxemə əsasən hansı fikir dəqiq hesab oluna bilməz? A. Kəsmə yüksəkliyi 150 metrdir. Gəlin hesablayaq. Dəniz səviyyəsi bildiyimiz kimi 0 metrdir. Bura olacaq 150, bura olacaq 300, bura olacaq 450, bura olacaq 600, burada 750-dirsə, deməli kəsmə yüksəkliyi düzdür, 150 metrdir. A düzdür. Bizdən aid olmayanı soruşur. B. A nöqtəsinin mütləq hündürlüyü 1000 metrdən çoxdur. Gəlin baxaq. Bura 750-dirsə, kəsmə yüksəkliyi də 150-dir. Bura olacaq 900, bura olacaq 1050. Bəli, A 1000-i keçiririk. Və ona görə B də düzdür. C. C və D nöqtələrinin mütləq hündürlükləri bərabərdir. Baxırıq C və D nöqtələrinə. Bu yüksəklikdir. Çayın axını istiqamətindən də görürük ki, yüksəklikdir. Ona görə biz yüksəklikdən başlayaraq horizontalları sayaq. Görək C və D neçənci horizontalın üzərində yerləşir. Çünki dəniz səviyyəsindən saysaq, burada yaxşı çəkilməyib bilməyəcək ki, C-ni biləcək neçənci horizontaldır. D-ni amma bilə bilməyəcək. Ona görə buradan başlayaq. 1 horizontal, 2, 3, 4, 5. C 5-ci horizontaldadır. Yüksəkdən başlayaraq hesabladıq. Baxaq görək D neçənci horizontaldadır. 1, 2, 3, 4, 5. D də 5-ci horizontalın üzərində yerləşir. Ona görə biz deyirik ki, C və D-nin mütləq hündürlüyü bərabərdir. Yəni C variantı da doğrudur. D. B və D nöqtələri arasındakı hündürlük fərqi 450 metr təşkil edir. Deməli, B və D deyir. Dedik, kəsmə yüksəkliyi 150-dir. İlk öncə D-ni tapaq. D C-yə bərabərdir. Deməli, bura 0, bura 150, bura 300, bura 450. Deməli, D 450-dir. Gəlin yazaq. Dedik ki, D oldu 450 metr. Sonra B-ni də tapaq. Bura 750-dirsə, B olacaq 900. B də bərabərdir 900 metrə. Deyir, B və D arasında 450 metr fərq var. Bəli, 900-dən 450-ni çıxanda edir 450. Deməli, D variantı da düzdür. Sxemdə təsviri verilmiş göl şorsuludur. Baxırıq, burada göl təsvir olunub, lakin şorsulu ola bilməz. Niyə? Çünki bu göldən çay başlayır. Yadınızda saxlayın, əgər göldən çay başlayarsa, bu göl axarlı göl olur və axarlı göllər şirin sulu göllərdir. Bir gölə sadəcə çay tökülərsə və çay başlamazsa, həmin göllər şorsulu göllərdir. Lakin göldən əgər çay başlayarsa, eyni zamanda deməli bu göl axarlı göldür. Şorsulu göl deyil, yəni şirin sulu göldür. Səhvdir. Bu göl şirin sulu göldür. Niyə? Çünki bu göldən çay başlayır. Yəni biz 61-də doğru cavabı Y götürəcəyik. Keçdik 62-ci suala. Sxemdəki çökəkliyin ən dərin yeri ilə M nöqtəsi arasındakı hündürlük fərqini və ən az meyilliyə malik olan istiqaməti tapın, kəsmə yüksəkliyi 15 metrdir. Baxaq, görək ən az meyilliyə malik olan istiqamət buradadır. Çünki horizontallar bir-birinə aralı yerləşib. Bu istiqamət də cənub-qərb istiqamətidir. İstiqaməti tapdıq. İndi bizdən çökəkliyin ən dərin yeri ilə M nöqtəsi arasındakı hündürlük fərqini istəyir. Ən dərin yeri 87,8-dir. M nöqtəsinin də hündürlüyünü tapaq. Kəsmə yüksəkliyi 15 metrdir bu arada. Deməli, daxili horizontalın qiymətini ilk öncə tapırıq. Daxili horizontalın qiyməti 87,8-dən böyük 15-ə qalıqsız bölünən ilk ədəd olmalıdır. 87,8-dən böyük 15-ə qalıqsız bölünən ilk ədəd 90-dır. Niyə böyük deyirik? Çünki bu çökəklikdir. Yəni bir kənara doğru getdikcə hündürlük artmalıdır. Bura deməli oldu 90. Bura olacaq 15-15 artmalıdır. Bura 90-dırsa, bura olacaq 105, burada olacaq 120. Deməli, M oldu 120. Gəlin onu yazaq. M bərabərdir 120 metrə.
87,8 də çökəkliyin dərinliyi idi. İndi biz fərqi tapacağıq. Bunun üçün nə edəcəyik? 120-dən çıxmalıyıq 87,8-i. O da edəcək 32-dan birbaşa cavabı yazın, vaxt getməsin. 32,2-dir. 62-də doğru cavab olacaq A variantı. Deməli, keçdik 63-cü suala. Doğru olmayan horizontal sxemlərin müəyyən edin, kəsmə yüksəkliyi 5 metrə bərabərdir. Gəlin bir-bir yoxlayaq. Bura 10-dur. Bu birləşdirib kənara doğru çəkildiyinə görə bu təpədir. Ona görə artmalı da yüksəyə doğru getdikcə. Bura 10-dur, bura olacaq 15, bura oldu 25. Deməli səhvdir. Bu doğru deyil. Biri götürəcəyik. 2. Deməli, bura 37-dirsə, daxili horizontalın qiyməti 37-dən kiçik 5-ə bölünən ilk ədəd olmalıdır. 37-dən kiçik 5-ə bölünən ilk ədəd 35-dir. 35-dən sonra da 30, yəni bu artıq doğrudur. 5 azalacaq. Burada olacaq 25, yəni 2 doğrudur. 2-ni götürmürük. 3. Bura 30-dursa, bura olacaq 25. Niyə? Çünki çökəklikdir. Daxilə doğru hündürlük azalmalıdır. Burada oldu 20. Deməli 3 də doğrudur. Sonra 4-ə baxırıq. Baxırıq görürük ki, burada ən hündür nöqtə 53-dür. Daxili horizontalın qiyməti 53-dən kiçik 5-ə bölünən ilk ədəd olmalıdır. Həmin ədəddə olur 50. 50-dirsə 5 artıq azalmalıdır hündürlük. Bura 50-dirsə bura olacaq 45, burada olmalı idi 40. Amma burada 30 yazıblar. Deməli 4 də səhvdir. 1, 4 bizim doğru cavablarımızdır. Yəni 63-də doğru cavab oldu. B variantı. Digərinə də baxaq. Digəri də səhv doğru olmuş olacaq. Bizdən doğru olmayanları soruşurdu. Baxaq. Bura 35-dirsə bura olacaq 30, bura olacaq 25, burada oldu 22. Düzdür. Yəni 5-i də götürmürük. 1, 4 doğru cavablardır. Doğru, yəni ki, doğru olmayan horizontal sxemlərdir, belə deyək. 63-də doğru cavab oldu B variantı. Keçdik 64-cü suala. A nöqtəsinin B nöqtəsindən 2 dəfə yüksək olduğu sxemi tapın, kəsmə yüksəklik 10 metr olarsa. Baxaq. A burada 80-dir. Birləşdirib kənara doğru çəkildiyi üçün təpədir. Ona görə kənara doğru hündürlük azalmalıdır. Bura 80-dirsə, bura 70, bura 60, burada oldu 50. A 80, B 50, yəni 2 dəfə yüksək deyil A B-dən. Deməli A variantı doğru deyil. B-yə baxırıq. B-də çökəklik təsvir olunub. Heç bunu hesablamağa ehtiyac yoxdur. Çünki A B-dən yüksək ola bilməz. B A-dan yüksəkdir. Ona görə B variantı da çıxdı sıradan. C-yə baxırıq. 60, bura olacaq 50, bura olacaq 40, burada oldu 30. 60 30-dan 2 dəfə böyük olduğu üçün bəli, biz doğru cavabı tapdıq ki, 64-də doğru cavab oldu. C variantı. Digərlərini artıq yoxlamayaq, çünki cavabımızı artıq tapdıq. 64-də doğru cavab oldu C. Keçdik 65-ci suala. A və B nöqtələri üçün ümumi əlamətlər. 1. Eyni mütləq hündürlüyə malikdirlər. Baxaq. B və A eyni horizontalın üzərindədirlər. Ona görə də mütləq hündürlüyü eynidir. Bəli, bir doğrudur. 2. Çökəkliyin dibində yerləşirlər ifadəsi yanlışdır. Çünki çökəklik deyil, birləşdirib kənara doğru çəkilib. Bu təpədir. 2. Getdi. 3. Dağın eyni yamacında yerləşirlər ifadəsi də yanlışdır. Çünki dağın müxtəlif yamaclarında yerləşirlər. 4. M nöqtəsindən hündürlük fərqləri eynidir. Bəli, eyni horizontalın üzərində yerləşdikləri üçün M nöqtəsindən hündürlük fərqləri eynidir. 1, 4 bizim hələ ki doğru cavablarımızdır. 5. M nöqtəsindən hündürdə yerləşirlər ifadəsi yanlışdır. Çünki M ən hündürdə yerləşir bu nöqtələrdən. Deməli 5-i götürmürük. 6. Dağın müxtəlif yamaclarında yerləşirlər ifadəsi doğrudur. 1, 4, 6 bizim doğru cavablarımız olacaq. 65-də doğru cavab oldu B variantı. Keçdik 66-cı suala. Aşağıdakı topoqrafik xəritədə 5 təpə təsvir edilmişdir. Əgər dəniz səviyyəsi 60 metr yüksələrsə, bu təpələrdən neçəsi adaya çevrilər?
Dəniz səviyyəsi 0 metrdir bildiyimiz kimi. 60 metrdə yüksələrsə, indi gəlin baxaq. Təpələr bunlardır. 1, 2, 3, 4, 5. Baxaq görək. 60 metr yüksəlibsə, hansıların ki, hündürlüyü 60 metrdən çoxdur, deməli onlar A-ya çevriləcək. İndi gəlin baxaq. Bura 30-dursa, bu arada kəsmə yüksəkliyi 10 metrdir. Bunu da hardan tapdıq? Buradan tapdıq. Burada 30-dur, burada 40-dır. Kəsmə yüksəkliyimiz olur 10 metr. Deməli, bura 30, bura 40, bura 50. 60-dan kiçik olduğu üçün, deməli, bu su altında qalacaq. Bu A-ya çevrilmədi. Bizdən A-ya çevriləcək olanları soruşur. Bu getdi. Sonra buna baxaq. Bu təpəyə baxırıq. 30, 40, 50, 60, 70. Deməli, bu A-ya çevriləcək. Bəli, 1. Sonra buna baxaq. 30, 40, 50. Bu da su altında qalacaq. Bu da getdi. Sonra 30, 40, 50, 60, 70. Bəli, artıq bu A-ya çevriləcək. Çünki 60-dan böyükdür. Deməli, 1, 2, bunu da hesablayaq. 30, 40, 50, 60, 70, 80. Deməli, bu da A-ya çevriləcək. Toplamda 3-ü A-ya çevrilmiş olacaq. 66-da doğru cavab oldu. A variantı. Keçdik 67-ci suala. AB xətti üzrə hündürlüyün dəyişməsini düzgün göstərən qrafiki müəyyən edin. Baxırıq AB xəttinə. 3 dağın zirvəsindən keçir, belə deyək. Burada 3 dağ zirvəsi təsvir olunub və bu dağ zirvələri arasında ən hündürü bu ortada olandır. Niyə? Horizontalların sayı çoxdur. Bundan sonra bu dağ gələcək. Horizontalların sayına görə ən alçaq dağ da budur. İndi biz baxa bilərik. A-ya baxırıq, görürük ki, burada nə qədər zirvə təsvir olunub. Deməli, A çıxdı sıradan. Niyə? Çünki bizdə 3 dənə zirvə var. A getdi. B-yə baxırıq. B-də bizdə ortadakı ən hündürlükdür. Lakin ortadakı bu birincidən alçaq təsvir olunub. Deməli, bu da getdi. Məntiq ilə də tapa bilirik bunu. C-yə baxırıq. Dedik ki, ortadakı ən hündürdür. Sağındakı ondan biraz alçaq, soldakı da hamısı digərlərindən daha alçaqdır. Elə bu bizim C variantımıza uyğun gəlir. Cavabımız oldu C variantı. Digərlərinə də baxaq. Burada da yenə bu daha hündür təsvir olunduğu üçün götürmürük. Burada isə baxırıq ki, heç aidiyyatı yoxdur hündürlüklərə görə. Bu da səhvdir. Yəni C 67-də doğru cavab oldu C variantı. Keçdik 68-ci suala. Horizontal sxemə əsasən profil hansı xətt üzrə doğrudur? Baxaq. Burada görürük ki, 2 dağ zirvəsi təsvir olunub və zirvələrin hündürlüyü 1000 metrə yaxınlaşır. Amma baxsaq, burada sevədi 300 metrlə, belə deyək də, burada çay gedirsə, gəlin ilk öncə kəsmə yüksəkliyi tapaq. Kəsmə yüksəkliyi tapırıq buradan ki, 100 metrdir, 600-700 metr. Çünki burada verilib 100 metrdir. Yəni, bu seviyyə dağ zirvələrindən keçmir. 300, 400 metrlə 500 metr arasından bir yerdə keçdiyi üçün seviyyə ola bilməz. F də ola bilməz. Baxırıq, elə AB uyğundur. 2 dağ zirvəsindən keçir və hündürlüklərdə yaxınlaşır 1000 metrə. Niyə? Bura 800 isə, bura 900-dür. Bəli, bu da bunu da hesablayaq. 700, 800, 900. Bəli, 900-ə yaxınlaşır. Deməli, elə AB-dir cavab. 68-də doğru cavab oldu. A variantı. Keçdik 69-cu suala. Sxemdə horizontallarla təsvir edilmiş relyef forması üçün səciyyəvi olmayan cəhətlər. Bir kəsmə yüksəkliyi 40 metrdir. Gəlin baxaq. İki horizontal arasındakı fərqi əsasən tapa bilərik. Kəsmə yüksəkliyi 60-dan 20-ni çıxırıq 40. 40-ı da bölməliyik aradakı boşluqların sayına. 1-2 boşluq var. 42-yə böləndə 20 metr edir. Bu səhv cavab olduğu üçün götürəcəyik. Çünki bizdən aid olmayan cəhəti istəyir. Biri götürdük. 2 təpədir. Təpədir. Bəli, təpədir. Berq ştrixlər kənara doğru çəkildiyi üçün təpədir. 2-ni götürmürük. 3 ən az meyillilik cənubi qərbdədir.
Ən az meyillilik cənubi-qərbdə deyil. Burada ən çox meyillilik cənubi-qərbdədir. Çünki horizontallar bir-birinə yaxın yerləşib. Deməli, bunu da götürəcəyik. Səhv cavabdır. 1, 3. K nöqtəsi M nöqtəsindən yüksəkdir. K nöqtəsi M nöqtəsindən bəli, yüksəkdir. Çünki M kənar horizontalda yerləşir. K isə 1, 2, 3, 3-cü horizontalın üzərində yerləşdiyi üçün K M-dən yüksəkdir. 4 götürmürük. 5. Səs suları mərkəzdən kənara doğru axır. Bəli, təpə olduğu üçün mərkəzdən kənara doğru axacaq səs suları. 5-də götürmürük. K nöqtəsi M nöqtəsindən alçaqdır ifadəsi təbii ki, yanlışdır. Bunu bayaq dedik. K nöqtəsi M nöqtəsindən yüksəkdir. Altını da götürəcəyik. Aid olmayan ifadədir. Deməli, bizim doğru cavablarımız oldu. 69-da D variantı 1, 3, 6. Keçdik 70-ci suala. Sıxama əsasən ikinci və üçüncü nöqtələr arasındakı hündürlük fərqini hesablayın. Baxırıq, bura dəniz səviyyəsidir, 0. Bu horizontalın qiymətini də bilirik, 500. 500-dən 0-ı çıxırıq, 500. Aradakı boşluqların sayına bölürük, 1, 2, 3, 4, 5. 500-ü 5-ə böləndə edir 100. Kəsmə yüksəkliyi tapdıq ki, 100 metrdir. İndi ikinci məntəqənin, ikinci nöqtənin mütləq hündürlüyünü tapırıq. İkinci nöqtənin mütləq hündürlüyü olacaq 600. Niyə? Çünki kəsmə yüksəkliyimiz 100 metrdir. 2 oldu 600. 3-ü tapaq. 3 də burada yerləşir. Bura 0-dırsa, bura 100, burada oldu 200. 600-dən 200-ü çıxanda edir 400 metr. Deməli, 70-də doğru cavab oldu. C variantı. Keçdik 71-ci suala. Sıxama əsasən K və L məntəqələri arasındakı hündürlük fərqinin 400 metr olduğunu bilərək kəsmə yüksəkliyi tapın. Bunu biz cavabları yoxlayaraq tapacaq. Bir-bir yoxlayacaq, hansı uyğun gəlsə onu götürəcək. Bunun ən asan variantı budur. Dəniz səviyyəsi bildiyimiz kimi 0 metrdir. İndi baxaq A variantına. A variantında deyir ki, 100 metrdir kəsmə yüksəkliyi. Gəlin hesablayaq. Bura 0-dırsa, bura olacaq 100, bura olacaq 200, bura olacaq 300, bura 400, K 500. K oldu 500. Gəlin hətta onu yazaq. Yadımızdan çıxmasın. K bərabərdir 500 metr. L-i tapaq. Deməli, bura 0-dır dedik. 0, 100, 200, 300, 400, 500, 600, 700. L də oldu 700. Aradakı fərqi nə qədər oldu? 200 metr. Amma bizə deyirdi 400 metr olmalıdır. Deməli, A variantı deyil. İndi 200-ü yoxlayırıq. B-ni yoxlayırıq. Dəniz səviyyəsi 0-dır. Bura 200, 400, 600, 800, 1000. K oldu 1000. L-i tapırıq. 0, 200, 400, 600, 800, 1000, 1200, 1400. L də oldu 1400. Aradakı fərq nə qədər oldu? 400 metr. Deməli, doğru cavab elə oldu. B variantı. Digərlərini yoxlamağa ehtiyac yoxdur. 72. L-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Bu birinci relyef formasıdır, bu ikinci relyef formasıdır. İndi baxaq, bir çökəkliyin təsviridir. Hansıda çökəklik olan? Təbii ki, ikinci. Niyə? Çünki berqişlik daxilə doğru çəkilib. Gəlin onu da yazaq. Birinci, ikinci, üçüncü. Birinciyə aid olan 1 oldu. Çünki çökəklik. Yox, qarışdırmayaq. Birinciyə aid olan 2 idi. 2-dən yazacaq. Sonra yüksəkliyin təsviridir. Hansıda yüksəkliyin təsviri olan bu? Birinci. Niyə berqişdirib kənara doğru çəkilib? Deməli, 2-ni birdən yazacaq. Üst kəsmə yüksəklik 50 metrdir. Gəlin baxaq. Bura 200-dürsə, bura olacaq 250, bura olacaq 300. Bəli, bu birincidə düzdür. İkincidə yoxlayaq. Çökəklikdir. Daxili horizontalın qiyməti 295-dən böyük 50-yə bölünən ilk ədəd olmalıdır. Bu ədəd də 300-dür. Bura 300-dürsə, bura 350, burada olacaq 400. Bəli, bu hər ikisinə də aiddir. 3 hər ikisinə aiddir. Keçdik 4-ə. Daxili horizontalın mütləq hündürlüyü 300 metrdir. Daxili horizontalın mütləq hündürlüyü 300 metrdir. Buna aiddir. 2-yə aiddir. Burada yoxlayaq.
Bura 250. Bəli, bu hər ikisinə də aiddir. 4 hər ikisinə də aiddir. Burada yazacağıq. Sonra 5. Şimal-şərq yamacı daha meyillidir. Buna baxaq görək şimal-şərq yamacı daha meyilli olan hansı idi? Bu. Baxın, 1-ə aiddir. Burada horizontallar bir-birinə yaxın yerləşib. Bura şimal-şərq istiqaməti olduğu üçün deyirik ki, şimal-şərq yamacı daha meyillidir. Bunu aid edəcəyik 1-ə. 5-i yazacaq buradan. Burada isə şimal-qərb yamacı daha meyillidir deyirik. Bura daha meyillidir. Ona görə götürmürük. Deməli, 1-ə aid oldu 2, 5, 2-yə 1, 3-ə 3, 4, 72-də doğru cavab oldu A variantı. Sual 73 yenə bu suala oxşar sualdır. Hətta eyni şəkildir. Sxemə əsasən hansı nöqtələr arasında 300 metr hündürlük fərqi olduğunu müəyyən edin. Bayaq kəsmə yüksəkliyi tapdıq ki, 100 metrdir. Ona uyğun cavabları əsasən yoxlamaq daha asan variant olacaq. Gəlin cavabları əsasən yoxlayaq. Baxaq görə, deyir ki, 300 metr fərq olmalıydı. 2 və 3. 2 bayaq dedik ki, 600 metrdir. 3 nə qədərdir? 3-ü də bayaq tapdıq ki, 200 metrdir. 600-dən 200 çıxanda 400 edir. Deməli, A variantı doğru deyil. B-yə baxırıq. 2. 2 dedik ki, 600 metrdir. 5. 5 hardadır? Baxaq, 5 görək. Buradadır. Bura 500 isə bura olacaq 400. 600-dən 400 çıxanda 200 edir. Deməli, bu da deyil. Bizə 300 metr olanı soruşur. C-yə baxırıq. Birinci məntəqə. Birinci məntəqə buradadır. Bura 0-dır. Bura 100, 200, 300, 400. 1, 400 oldu. 4-ə baxırıq. 4 buradadır. Bura 0, bura 100. Bəli, 400-dən 100 çıxanda 300 edir. Deməli, elə bizim doğru cavabımız oldu C variantı. 73-də. Keçdik 74-cü suala. Sxemə əsasən verilmiş ərazinin MN xətti üzrə profili hansı bənddə doğru göstərilmişdir? Deməli, MN 2 zirvədən keçir. Baxaq görək. Birinci zirvənin mütləq hündürlüyü nə qədərdir? Baxaq, bura 700-dür, bura 800-dür, bura 900-dür. Deməli, birinci zirvə 900-ə yaxın olmalıdır. İkinci zirvəyə baxaq. İkinci zirvə. Daha doğrusu eni də nəsə tapaq zirvəni. 700, 800, 900. Bu da 900-dür. M-in mütləq hündürlüyü nə qədərdir? Onu tapaq. Kəsmə yüksəklik 100 metrdir. Hardan tapdıq? 700-dən 500 çıxdıq. 200, 200-ü böldük. Aradakı boşluqların sayına etdi 100. M burada olacaq 600. İndi baxaq. A variantında M 500-dür. Deməli, bu səhvdir. Dedik, M olmalıdır. Neçə? 600. B variantında M-i 800 götürüblər. Deməli, bu da səhvdir. C-də 900 götürüblər. Səhvdir. D-də 600 götürüblər. Bəli. N-i də tapaq. Çünki Y-də də şeydir. 600 götürüblər. İndi gəlin N-i də tapaq. Deməli, N də 600 olmalıdır. Bəli, N də 600 olmalıdır. Elə bizim doğru cavabımız baxın D variantıdır. Çünki N ilə M eyni horizontalın üzərində yerləşir. Deməli, 74-də doğru cavab oldu. D variantı. Keçdik 75-ci suala. Kəsmə yüksəkliyinin 100 metr olduğu sxemə əsasən aşağıda verilmiş fikirlərdən hansı doğru deyil? Şimal-cənub istiqamətini göstərib burada. A-ya baxırıq, verilmiş nöqtələrdən K nöqtəsi daha hündürdə yerləşir. Burada çay axını istiqamətinə baxırıq. Mərkəzdən kənara doğru səth sularının axın istiqamətini göstərib. Deməli, bu yüksəklikdir. Yüksəklik olduğu üçün K bəli ən hündürdə yerləşən nöqtədir. Bu A variantı doğru cavabdır. Bizdən doğru olmayanı soruşur. B. M və K nöqtələri arasındakı hündürlük fərqi 700 metrdir. Gəlin hesablayaq. Kəsmə yüksəkliyi 100 metrdir deyir. Bura 0-dır, çünki dəniz səviyyəsidir. M oldu 100. K-nı tapaq. Bura 200, 300, 400, 500, 600, 700, 800. 800-dən 100 çıxanda 700 edir. Bəli, B doğrudur. C-yə baxırıq.
El nöqtəsi K-dan cənub istiqamətdə yerləşir. Bu səhv ifadədir. Niyə? Çünki şimal-cənub istiqamətinə əsasən el nöqtəsi K-dan şimal-şərq istiqamətində yerləşir. Yəni bizdə elə aid olmayan ifadə olacaq C variantı. Deyə də baxaq, çaylar dənizə şərq istiqamətdə axır. Bəli, bu istiqamətə əsasən çaylar şərq istiqamətdə axır. E nöqtəsi dəniz səviyyəsindən 500 metr hündürlükdə yerləşir. Bu da doğru ifadədir. Deməli, 75-də aid olmayan fikir oldu. C variantı. Keçdik 76-cı suala. Yenə profildir. Sxemə əsasən verilmiş ərazinin MN xətti üzrə profili hansı bənddə doğru göstərilmişdir. Baxırıq, burada 2 dağ zirvəsi var və buradan da çay axır. Yəni bu dağ arası çökəklikdir. Və yadınızda saxlayın, çayın hər iki sahilindəki horizontalın qiyməti bir-birinə həmişə bərabər olur. Yəni bura 800-dürsə, burada olacaq 800. İndi baxaq görək. Yəni çayın keçdiyi yer 800 metr mütləq hündürlükdə olmalıdır. A variantında baxırıq, bura 800 metrdir. B-də də 800 metrdir. İndi biz burada baxırıq, burada 1100-dür, deməli C getdi. Burada da 800-dür. İndi biz zirvələrin hündürlüyünə baxaq ən yaxşısı. Deməli, kəsmə yüksəklik 100 metrdir. Bunu hardan bildik? Yenə iki horizontal arasındakı fərqi əsasən tapdıq. Aradakı boşluqların sayını böldük, tapdıq ki, kəsmə yüksəkliyi 100 metrdir. İndi gəlin zirvəyə baxaq. Bura 800, 900, 1000, 1100, 1200, 1300, 1400, 1500. Deməli, birinci zirvə 1500-ə yaxındır. 1500-ə, 1500-dür. Hətta, baxın, bu uyğundur, 1500. Digəri isə, gəlin digərinə baxaq. 1100, 1200, 1300, 1400. 1400-dən keçir. 1400-dən keçəndə budur. Deməli, elə bizim 76-da doğru cavabımız oldu. B variantı. B variantı. Keçdik 77-ci suala. Sxemdə verilən nöqtələrdən hansıların mütləq hündürlükləri bir-birinə bərabərdir? Yenə cavabı əsasən yoxlamaq ən ağıllı variant. Asan işdir, belə deyək. B və D. Bax, görə B neçənci horizontalın üzərində yerləşir. Bu arada hər ikisi burada çökəklikdir. Ümumiyyətlə çökəklik təsvir olunub. B neçənci horizontaldadır? 1, 2, 3, 4. D neçənci horizontaldadır? 1, 2, 3, 4. Bəli, elə B və D bir-birinə bərabərdir. Ona görə 77-də doğru cavabı A götürəcəyik. Gəlin birində yoxlayaq. B və C deyir bərabərdir bir-birinə. Baxaq, B dedik 4-cü horizontaldadır. Amma C 1, 2, 3, 4, 5-ci horizontalda olduğu üçün bir-birinə bərabər ola bilməz. Digər cavablar da səhv olacaq. Yəni 77-də doğru cavab oldu A variantı. 78. Ağdərə şəhərinin ən hündür nöqtəsinin mütləq hündürlüyü 453 metrdir. Bu nöqtənin göstərildiyi və kəsmə yüksəkliyi 25 metr olan horizontal sxemdə daxili horizontalın mütləq hündürlüyü nə qədər olar? Yüksəklik olduğu üçün daxili horizontalın qiyməti kəsmə yüksəkliyə, yəni 25-ə qalıqsız bölünən 453-dən kiçik olan ilk ədəd olmalıdır. 453-dən kiçik olan 25-ə qalıqsız bölünən ilk ədəd 450-dir. Yəni biz maksimum 450-yə qədər horizontal keçirə bilirik. Hətta gəlin bunu çəkeyim, sizə daha yaxşı aydın olsun. Deməli, ən hündür nöqtə 453-dür. Daxili horizontalı çəkək. Belə-belə çəksək, bizdən baxın bu horizontalı soruşur. Bunda qaydaya əsasən, yenə bu yüksəklik olduğu üçün berqişdirikləri də çəksək, qaydaya əsasən daxili horizontalın qiyməti 453-dən kiçik. Niyə kiçik deyirik? Çünki yüksəklikdir. 453-dən kiçik, kəsmə yüksəkliyə qalıqsız bölünən ilk ədəd. Yəni, bura olacaq 450. Aydın oldu sizə, ümid edirəm. 78-ə deməli doğru cavab oldu. D variantı. Bu videonun son 2 sualına da baxaq, sonra bitirək. Çünki video çox uzun oldu.
79 yenə profildir. Sxemə əsasən AB xətti üzrə doğru profili müəyyən edin. Deməli, dəniz səviyyəsi bildiyimiz kimi 0-dır. Bura olacaq 0. Kəsmə yüksəkliyi də tapa bilərik. 300-dən 0-ı çıxırıq. 300 aradakı boşluqların sayına bölürük. 3, aradakı boşluqların sayı 3-dür. Deməli, kəsmə yüksəkliyi 300-ü 3-ə böləndə edir 100. Kəsmə yüksəkliyi oldu 100 metr. İndi biz baxırıq, görürük. Burada dənizin mütləq dənizin ortasında ada yerləşir, belə deyək. Adanın mütləq hündürlüyü 200 metrdir. İndi baxaq görək. Burada 2 yüksəklik var. Çünki kənara doğru getdikcə hündürlük artıb. 2 yüksəklik var. Mütləq hündürlükdə adada 200 metrdir. Deməli, A ola bilər. A ola bilər. İndi gəlin biz A-la B-nin də mütləq hündürlüyünü tapaq, daha dəqiq olsun. Bura 100-dür, bura 200-dür, bura 300-dür. A 300-dən 300 ilə 400 arasında bir yerdədir. Amma burada baxın A 0-dır. Heç buna diqqət etməmişik. Burada A-nı 0 göstərib. A 0 ola bilməz. Çünki dəniz səviyyəsidir 0 olan. A 0-dan yüksəkdə dayanıb. Deməli, A doğru cavab deyil. Deməli, getdi o. Sonra baxaq. Burada yenə A. Bəli, baxın, bu uyğundur. Bu uyğundur. Burada çünki ada 200 metrdir. Sonra dəniz, amma yox, bu da uyğun deyil. Çünki dəniz səviyyəmiz nə idi? 0 metr. Bura gəlib, amma 0 metr olmayıb. 0 metrə qədər gəlməli idi. Deməli, B də uyğun deyil. Baxın, elə D variantı deyəsən bizim doğru cavabımızdır. Burada çünki 0-a qədər enib. Dəniz səviyyəsi 0-dır çünki. Adamızın da mütləq hündürlüyü 200 metr idi. Sonra A-nın da mütləq hündürlüyü 300 ilə 400 arasındaydı. B-nin mütləq hündürlüyü 300, 400, 500. Deməli, 400 ilə 500 arasında bir yerdədir. Bəli. Yox, yenə qarışdırdım. D. Bura. 400 ilə 500. B 400 ilə 500 arasındadır. A 300 ilə 400 arasındadır. Dəniz səviyyəmiz burada hər iki tərəfdən qeyd olunub. Adamızın da mütləq hündürlüyü 200 metrə yaxın idi. Elə bizim doğru cavabımız oldu. 79-da D variantı. Keçdik 80-ci suala. Doğru, yanlış ifadələr. Yəni, doğru o deməkdir ki, burada olanların hamısı doğru olacaq. Burada olanların hamısı yanlış olmalıdır mütləq. Kəsmə yüksəkliyinin 20 metr olduğu sxemə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. 1. A və B nöqtələri arasındakı hündürlük fərqi 40 metrdir. Deməli, bunu əsasən biz kəsmə yüksəkliyi əsasən tapa bilərik. B-ni də, A-nı da tapaq. Daxili orizontalın qiymətini tapaq ilk öncə. Daxili orizontalın qiyməti 413-dən kiçik 20-yə bölünən ilk ədəd olmalıdır. Bu da 400-dür. Bura 400-dürsə, bura olacaq 380, burada olacaq 360. Deməli, B oldu 360. İndi A-nı tapaq. Dedik ki, bura 400-dür. 380, 360, 340, 320. A və B arasındakı hündürlük fərqi oldu 40 metr. Bəli, B oldu 360, A oldu 320. Aradakı hündürlük fərqi 40 metrdir. Deməli, biri götürürük. Doğru ifadədir. 2. Çökəkliyin təsviridir. Xeyr, bu yanlış olduğu üçün götürmürük. Çünki çökəklik deyil, təpədir. Doğru ifadə olmalıydı burada. 3. Xarici horizontalın mütləq hündürlüyü 300 metrdir. Bura 320 idisə, burada olacaq 300. Bəli, 3-ü də götürəcək. Çünki doğru ifadədir. 1, 3 hələ ki bizim doğru cavablarımızdır. Yanlış yerinə baxaq. Yanlışlardakı yanlış olmalıdır ancaq. Daxili horizontal mütləq hündürlüyü 400 metrdir. Bu doğru ifadə olduğu üçün götürmürük. Çünki bayaq tapdıq, bura 400 metr idi həqiqətən. Çünki yanlış ifadə olmalıydı. 5. Relyef formasının nisbi hündürlüyü 113 metrdir. Gəlin hesablayaq. Xarici horizontalın qiyməti 300-dür. Burada 413-dür. Zirvə ilə ətək arasındakı fərq oldu 113 metr. Bu da nisbi hündürlükdür. Bəli. Bu da doğru ifadə olduğu üçün götürmürük. 6-ya baxırıq. Şimal yamac ən az meylliliyə malik olan yamacdır. Baxırıq, şimal yamac xeyir. Horizontallar bir-birinə yaxın yerləşib. Burada meyillilik əksinə çoxdur. Bu yanlış ifadə olduğuna görə bunu götürürük. Deməli, oldu nə? 1, 3, 6.
80-də doğru cavab oldu. Y variantı. Belə, bu videoluq bu qədər. Bu video biraz uzun oldu. Horizontallar, profillər çox uzun video oldu. Ümid edirəm ki, sıxılmadınız. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda, gələn test izahlarında görüşmək üzrə. Sağ olun.